Çox sağ ol. O necə? Nə var ha? Nə var sənin burada? Və gəlmişəm Empire by Estika. Biraz cavanlaşdırım elim, saçım zadında tökülür, məhəbbət. Yaman pis günə düşmüşəm, özümə baxmıram, inansan. Sən saçın tökülmənin əsasını bilsən, bünövrəsini bilsən nədəndir? Başa düşmə, necə nədir? Bura gəl. Belə sən saçının tökülməsi, bədənin belə dərinin qırış olması stressdən əsəbdəndir. Ayda düz deyirsən, mən o həkimlə demişdim. Ay soğuk. Sən gələyəsən bura, bunlar sənə bir ay saçlar qaytaracaqlar, dəri zad olacaq cavan. Amma xeyri yoxdur. Ayda məhəbbət. Bəs mən bu neyiniyim ona görə, düz deyirsən, bu əsəb stresini ağarım, mən necə elim? Otur. Bax, açıq anlaşa. Sən stres, əsəb yaşadan kimdir o həyatda? Mənə. Sən? Ay soğuk. Deməli birinci məndən canını qurtarmalısan, sonra getməlisən müalicəyə. Ayda, heç mən bağıma Ay gəlmişəm. soğuk. Onu sən belə də sən bir həftə mən sənin gözünə görsəm, gör nə ağaçsın, gör nə ağaçsın. Gör nə ağaç, mən gör. Mən bu məsələni çözməmiş, mənim müalicəyə başlamağım heçə gedəcək. Heçə gedəcək. Girim mən nəvət. Əladır, bir həftə görsəm, nə Nəvət, eşsən mən. Bir ay görsəm, yaxşı. Yox. 50 verərdim, bir ay vardı. Sən necə bundan canımı qurtardım, elə rahat müalicəyə başlayaram Empire'da.